Kimya toplu 2025 su və xassələri. Sualları da vermişsiniz. Elə mi? Yox, başlayaq. İkinci sual istəmişsiniz. 360 qram suyun elektrolizi də neçə litr qaz qarışığı alınar normal şəraitdə. Deməli, suyun elektrolizi zamanı bu həm laboratoriyada, həm də sənayedə hidrogenin oksigen alınma reaksiyası. 2 mol su elektrolizi olurdu. Bizə katodda hidrogen verirdi, anodda oksigen verirdi. Bu şəkildə. Düzdürmü? Normalda bu neçə qram girir uşaqlar? 18. 18, 36 qram. 36 qram girəndə bizə neçə mol qaz əmələ gəlir? 2, o da 1 neçə mol olur? 3 mol qaz. İndi bu qazı aparıb normal şəraitə gətirsən, olacaq neçə litr həcm tutacaq? 22, 3 vur, 22 olur. 67 onda 2 litr həcm tutacaq. Bu 36'dan danışmıram. Bu nə qədərdən danışır? 360 qramdan danışır. 360 qram nə qədərdən? 10 dəbə çox, 10 dəbə çox. Bu da olur 30 mol. 30 mol qaz normal şəraitdə nə qədər həcm tutur? 672 litr. Yəni 3'ü 30'u vuracaqsan, 22 onda 4'ə, o da eləcə neçə? 672 litr. Yəni normal şəraitdə bu qədər həcm tutar. Bir atmosfer təzyiq, 0 dərəcə Celsius temperatur, bu qədər həcm tutmalıdır. Aydındır mı? Sonra 13'ü istəmişsiniz. 13'ə qədər yoxdur sualınız. Davam edeyim 13'üne. 13-cü sualda bizdən nə istəyir? Görək. 13-cü sualda deyir ki, hansı maddə ilə suyun keyfiyyət tərkibi eynidir? Uşaqlar, keyfiyyət tərkibi bilirsiniz də, içində olan element atomlar. Suyun keyfiyyət tərkibi deyəndə, burada saya baxmırsan. Kəmiyyət tərkibi deyəndə saya baxır. Suyun keyfiyyət tərkibi hidrogen və oksigen. Bu elementlərdən ibarət, bu element atomlarından ibarətdir. İndi burada bir-bir maddələri yazaq. A bəndi nə verir? H-NO, nitrat turşusu. B bəndi verir bizə hidrogen klorid. C bəndi bizə verir amonyak, yəni NH3. D bəndi də bizə verir hidrogen peroksid, yəni H2O2. Cavab D bəndi olacaq, çünki H2O-nun da ikinin də keyfiyyət tərkibi hidrogen və oksigendən ibarətdir. Yəni kəmiyyət tərkibi desəydi, saya baxardıq. Amma keyfiyyət tərkibi deyəndə içərisində olan element atomlar. Y bəndinə baxaq mı? O da sülfat turşusudur, H2O2-dur. Suyla eyni tərkibə malik deyil. Davam edək. Sonra 20'ni istəmişsiniz. 20'ye qədər var mı sualınız? Kəmiyyət tərkibində məsələn H2SO4 özü 1 moldur, amma ümumi 7 kimi götürərik. Hayır, kəmiyyət tərkibi deyəndə içərisində olan saya görə götürəcəksən də. Yəni sülfatın kəmiyyət tərkibini istəsəydik, keyfiyyət yox, yazardı 2 dənə hidrogeni var. Bir dənə düşürdü var. 4 dənə oksigen, bu şəkildə yazar. Kəmiyyət bir sayı göstərir, keyfiyyət də hansı element atomlarının ibarət olur. 20-ci sualda hansı qazların suyu sıxışdırıb çıxarmaq üsuluyla sınav şübhəsində olmaz. Ümumiyyətlə, suyu sıxışdırıb çıxarmaqla qaz toplamaq nə deməkdir? Bunu biz necə başa düşək? Tutaq ki, sən bir Olbada bir reaksiya aparırsan, burada bir soruş. Sınav şüşəsində burada bir sən qızdırma aparırsan, tutaq ki deyək. Kalium permanganatı qızdırmırsan. Burada da oksigen alınır. Nə alınır? Oksigen. Alınan oksigen qazdır da, bunu bir yerə toparlamaq lazımdır, toplamaq lazımdır. Və elə toplamalıyam ki, nə olsun? Orada həm də burada qaz yarımından bir qab götürsəm, birazdan təzyiq çox olacaq, burada məsələn problem yaşaya bilərəm, partlama falan olabilir. Mən bu borunu aparıram belə, borunu. Sonra bir suyun içərisində. Nəyin içərisində? Hansı ki bir maye edib, sudur bu, su ilə doludur. Bunun içərisində bir belə qab qoymuşam, o da müəyyən bir hissəyə qədər su ilə dolub. Bu borunu gətirirəm, buradan çıxarım. Bu şəkildə. Buralar sudur da bu heç. Oksigen qabarcıqları buradan belə çıxdıqca, gəlir dolur da, buralar olur oksigenlə dolu. Oksigen su ilə reaksiya girmir və suda çox pis həll olur. Yəni oksigen sanki o yerə həbs olunur. Oksigen bura nə oldu uşaqlar? Elə oksigeni topladım da burada sınav şüşəsindən, həbs elədim. Suyun hesabı oldu, geriyə qayıda bilmir. Burada olan oksigen gəlir, yığılır bura.
Da geriyə qayıda bilmir. Buna deyilir suyu sıxışdırıb çıxarmaq üsulla toplama. Bəs hansı qazları bu üsulla toplamaq olar? Yox, məsələ o deyil. Suda həll olmasın və su ilə reaksiyaya girməsin. Məsələn, amonyakı sən belə yığa bilməzsən. Çünki amonyak su ilə nə edir? Qarşılıqlı təsirdə olur. Amonium hidroksidi verir. H-klor yıqanmazsan çünki H-klor suda həll olur. Anladın mı? Başa düşdün suyu sıxışdırıb çıxarmaq üsulu nədir bu qaz? Yəni alınan qazı axı sən qaz maye deyil axı bir qaba qoyasan aparasan bir yerə. Ya bərk deyil götürəsən. Qazı bir şey həbs eləmək lazımdır, uçmasın, getməsin. Suyla reaksiya girməsin. Girmirsə bu şəkildə yığa bilərsən. Aydındır? Bu bir üsul. Bir də var havanı sıxışdırıb çıxarmaqla toplamaq. Onda baxırsan, onda alınan qaz iki formada yığıla bilər. Bir belə ağzı yuxarı qabla, bir də ağzı aşağı qabla. Demək, əgər qaz havadan ağırdısa, nədirsə, ağırdısa, havadan ağırsa, havanın təqribən nə qədər kütləsi? Təqribən 29 idi də, havadan ağırdısa, ağzı yuxarı qab götürsən, çünki o aşağı doğru çökür. Əgər qaz havadan yüngüldürsə, o zaman ağzı aşağısı, çünki o yüngül olan şey hara qalxır? Yuxarı qalxır. Məsələn, oksigen qazını toplamaq istəsən, gərək belə, bu ağzı belə tutasan. Amma tuta ki, helium qazını toplamaq istəsən, gərək ağzı bu şəkildə götürsən, ağzı aşağı. Bu olur, havanı sıxışdırıb çıxarmaqla toplamaq. Aydındır? Başa düşdün? Bizdən nə soruşur burada? Hansı qazı suyu sıxışdırıb çıxarmaq sonra sınav şüşəsində yığmaq olmaz. O qazı yığmaq olmaz ki, o qaz su ilə reaksiyaya girir və ya suda həll olur. Klor su ilə reaksiyaya girir, H-klor su ilə həll olur. Bunu toplamaq olar, bunu toplamaq olmaz. Olmazı mı istəyir, olar mı istəyir? Olmazı istəyir. Olmazı istəyirsə 1-4 olur axı. Olmazı istəyirsən. Olmazı istəyir axı, bax. Qalınlaşma ilə verir. H-kloru və klor toplamaq olmaz. Çünki o klor su ilə reaksiyaya girir, H-klor da suda həll olur. 2-3'dür cavab. Sonra davam edək. Orada da 3-4 olurdu, o da cavab. Hansı? NO2 suda həll olur, NO suda həll olur. Yox, düzəmədə gətirməyən oksiddir, deyil. O deyil, fərqlidir. Hansı qazdan su sıxışdırıb çıxarmaq üsulla sınav şüşəsində yığmaq olmaz. Olmaz deyirsə NO2-ni olmaz, çünki su ilə girib HNO3 və HNO2 verir. CO2-ni olmaz, çünki su ilə reaksiyaya girib H2CO3 verir. CO-nu və oksigeni olar, çünki bunlar suda həll olunur, su ilə reaksiyaya girmir, ona görə də bunları toplamaq olar. Sonra 22. 8 qram hidrogenin 30.6 litr oksigenlə reaksiyası zamanı maddələrdə biri tam reaksiyaya daxil olarsa, hansı qazdan neçə mol artıq qalar? Birincisi, bu oksigen qazı normal şəraitdə nə qədər həcm tutur? 30.6. Təbii ki, bu reaksiya normal şəraitdə gedən reaksiya deyil. Hidrogen oksigen reaksiyası normal şəraitdə getmir. Elektroliz yox. Reaksiya yüksək temperaturda gedir, yəni qığılcım falan olmalıdır ki, partlayışla reaksiya gedirlər. Yəni bu reaksiya normal şəraitdə gedən reaksiya deyil. Aydındır, temperatur. Məsələ bu deyil, ha. Məsələ bilsin nədir? Yəni bu 8 qram hidrogen götürüb, hidrogen qazı. Hidrogen qazı 1 molu 2 qramdır. 8 qram neçə mol edir? Yox, ha. 8, 1 molu 2 qramdır bunun. Neçə mol? 4 mol. 4. Deməli sənin 4 mol hidrogenin var. Nəyin var? Hidrogen. 30.6 litr oksigendəki neçə moldur uşaqlar? 3 mol olmaz, 1 mol 2.4 litr həcm. 1.5 mol da budur. İndi sual verirəm sizə. Mən hesabı kimə görə aparmalıyam? Hidrogenə görə mi, oksigenə görə? İndi bunu nisbətə görə tapırsan da. Hidrogen reaksiyaya neçə mol girir? 2 mol. Oksigen reaksiyaya neçə mol girir? 1 mol. Verilən miqdarı, reaksiyadakı miqdara bölüb müqayisə aparsan, 4-ü böləcəksən 2-yə, 1.5-i də bölərsən 1-ə. Bunları müqayisə edəndə görürsən ki, bu kiçikdir. Kiçik olan tam sərf olunur. Kiçik olan nə olur? O zaman yazırsan 1.5 mol oksigen girəcək. İndi sual, 1-lə 2 girirdi, 1.5-dən nə qədər girər? Deməli 3 mol hidrogen reaksiyaya girdi. Amma hidrogen neçə mol idi? 4 mol. Neçə mol hidrogen artıq qaldı? 1 mol. Hidrogen nə oldu? Artıq qaldı. İndi suyu tapaq. Bu 1 mol girəndə neçə mol su alınırdı? 2 mol. 1.5 girəndə nə qədər alınır? 3 mol. Deməli 3 mol su əmələ gəldi. Nə oldu? Əmələ gəldi. Oksigендəki tam sərf olundu. Nə oldu? Tam sərf. 1.5 mol oksigen tam sərf olundu. Bizdən nəyi soruşmuşdu? Hansı qazdan neçə mol artıq qalar? Hidrogen qazı 1 mol artıq qaldı. Hidrogen qazı 1 mol artıq qaldı. Hatırladınız mı bu nisbətə görə kimin tam sərf olduğunu tapmağı öyrənmişdik? Hatırladınız?
Həqiqi. Çay soyudu. Sonra neçəyə baxaq? Neçə 24 istəmişsiniz? gəlir. Yəni suyun elektrolizidir. Əslində bunu bayaq dostuna eləmişdik sizin üçün. Bəlkə bunu siz eləyəsiniz. Ha? Aşkı 45 gram Olsun da 45 olur, nə olur olsun. Normalda bunu bayaq elədik ki, bu elektroliz elədən nədir? Aşkı bir dənə o iki. Normalda 36 qramdan neçə mol alıram? 3 mol alıram. İndi biz bəs 45 qramdan nə qədər alırıq? 1,25. 4.5 edir deyəsən, hə? 1,2 var o, səhvdir. Nəysə, boş ver. Bunu var, 4-ə bölüb 5-ə vuranda bu olur. Burada 4-ə böl 5-ə vur. Bir tane 15 25'e bölü vur. 4 neçə eləyər? Mesela bir ədəd edirik də. Bir dəqiqə. 3,75. 3,75 eləyir, eləmi? Bəli. 3,75 mol neçə litrdir? Onu da tapmaq üçün vurursan 22 onda 4. O artıq cavabı tapmaq rahatdır. Onun cavab yəqin ədəd istəyir də bizdən. O da yəqin ki 84 edir. 84 Bəli, 84 edir. Yəni buradan aldığım 3,75 mol qazı normal şərait yaratsan onun üçün normal şəraitə gətirsən bu qədər həcm tutacaq. Nə qədər həcm tutacaq? 84 litr. Sonra uşaqlar suda istisna var idi də, düzdürmü? Maddələrdə belə idi də. Bərk, maye və qaz. Əgər bunların həcmlərini və sıxlıqlarını müqayisə edəndə Həcm artır, sıxlıq. həcm bu istiqamətdə və bu istiqamətdə artırdı. Sıxlıq da nə olurdu bu istiqamətdə? Azalırdı. Azalırdı. Çünki bərabər kütlə götürsən də, eyni şəraitdə bərabər kütlə götürsən, maddənin agregat halı dəyişdikcə belə bir hallar müşahidə olundu. Amma suda istisna vardı. Nə vardı suda? İstisna. Nədə? Suda. Suda nə vardı uşaqlar? İstisna. Suda su maye haldan bərk hala keçəndə normalda həcm azalmalıdır, sıxlıq artmalıdır. Suda əksinə olurdu. Su maye haldan bərk hala gedəndə həcmi artır, sıxlığı azalır. O şüşə qablarda su ağzına qədər doldurub soyuducuya qoymurlar. Çünki o su ilə donanda həcmi artır deyə partladır qabı. Yəni suda belə deyim, suyun ümumiyyətlə ən böyük həcm suyun qaz halındadır. Söhbət əgər sırf sudan gedirsə, su üçün yazanda V buxar böyükdür nədən? V qaz deyək də bu buxar. Bərkdən su üçün. Hə? O da böyükdür V nədən? Mayedən. Suda bu vəziyyətdir. Sıxlıq da onda belə olur. Rho qaz kiçikdir nədən? Rho bərkdən V rho bərkdən. O da kiçikdir rho mayedən. Aydındır. Su istisnasında suda yer dəyişmə olur. Nə ilə nə yeri? Bərklə mayenin yeri nə olur? Dəyişir. Əgər söhbət həcmdən gedirsə, baxaq. Bərkdən qaza. Bərkdən qaza keçir. Bərkdən qaza keçəndə həcm nə olur? Artır. Deməli bu birdə artır. Sonra mayedən bərkə. Mayedən bərkə həcm artır. Sonra qazdan mayəyə. Qazdan mayəyə. Həcm nə olur? Azalır. Bəli, 2-də azalır, 1-də və 3-də artır həcm. Yəni bunu yadınızda saxlayın, istisnadır bu. Bu hal olmasaydı vəziyyət pis olardı. Çünki bu hal imkan verir ki, buz, yəni suyun bərk halı yuxarıya qalxır da, həcmi kiçikdir deyə suyun üzündə qalır. Belə olmasaydı, dibə düşsəydi, canlıların hamısı məhv olardı, suyun daxilində olan canlılar. Təbii ki, yaşayış həyatda olmazdı. Sonra 35. Uşaqlar, bunların reaksiyasından alınan maddələri bilirsiniz. Natrium hidrid, bu hidrogenin laboratoriyada alınma reaksiyasıdır. Burada natrium OH alınır və H2. Qazdır da H2, düzdürmü? Sonra CH4-ü su ilə salındı. Bu sənayedə hidrogenin alınma reaksiyasıdır. CO bir dənə alınır, H2. Bunlar ikisi də qazdır. Bunlar ikisi də nədir? Qazdır. Üçüncü də alüminium karbidi su ilə reaksiya salınır. Bunu bugün keçmişik. Ümumiyyətlə karbidlər su ilə girəndə iki cür olur. Ya asetilen verir, ya metan verir. Bu bizə verir alüminium OH3,
çöküntüsü və metan qazı. İndi görək bizə burada nələrdən danışır? Birincidə X qazı alınır. Deməli X o zaman birinci reaksiyada budur da. Başqası ola bilərmi? İkincidə Y qazı alınır, beləmi? Nə alınır? C olur. Y qazı bunlardan biridir. Əgər X hidrogendirsə, o zaman Y mütləq sən deyən kimi CO-dur. Çünki X artıq hidrogen də alır. Düzdürmü? Üçüncüdə çöküntü alır. Çöküntü nədir? Alüminyum olur. Çox qurtardı. Aydındır. Başa düşdünmü? Əbuqar, başa düşdün mü? Su götürsen. Nəyə götürsən? Birini götürdük diye olmazdı. İki daha. Hayır, başta qazdır. Düşünürsən ki, Y bəlkə bu hidrogen olardı. Amma biz az əvvəl X-i hidrogen götürmüşük. Məcbur götürmüşük, burada başqa qaz əmələ gəlmir. Ona görə. O neçənci sualıdır uşaqlar? 35-ci sual. Davam edək. 30 neçə? 36. Eynisidir də bu. Eynisidir. Yəqin eynisidir. Burada yəqin ki hidrogen olacaq. Burada qaz deyirsə kalsium hidroksid və asetlen alınır. Bu C2H2 olacaq. Burada da bək deyirsə azotdan kalsium OH2 alınır. Bir də NH3. Bək deyirsə kalsium OH2-dən söhbət gedir. Çünki bu kalsium nitrit su ilə girəndə kalsium OH2 alınır. Bir də ammoyak alınır. NH3. Qaz desəydi NH3 götürərdim. Burası deyil. O bək deyir. Bək deyirsə bək maddə kalsium hidroksid. Sonra davam edək. 37. Birinci və ikinci qablarda bərk, üçüncü qabda maye halda olan maddə var. Deyib bunlara baxda, bunların aqreqat halına görə. Qablara su əlavə edildi. Birinci qabda eyni cinsli. Eyni cinsli birisi nədir? Homogen, yəni yaxşı əldə olsun. İkinci qabda asetlen ayrılır, üçüncü qabda qızma baş verir. Yaxşı. Birinci və ikinci qablarda bərk olmalıdır. Bu spirtdir, bərk deyil, spirt bərk deyil, sirkə turşusu bərk deyil. Bu glikoza bərkdir. Düzdürmü? Natrium hidrid bəkdir, glikoza bəkdir, kalsium karbid bəkdir. Deməli, A-nı, B-ni və C-ni dərhal silik. Çünki spirt adi şərəfdə mayedir, bu da sirkə turşuda mayedir. Bunları silik. Gəldim bura. Deyir ki, su tökürəm. Birinci qabda endisi. Təbii ki, glikozadır ikisində də, şəkərdir. Endisi qarışıq verir. Su ilə suda yaxşı əldə olur. O zaman D və Y yerə mən seçim vermiş. İkinci qabda asetlen. İndi natrium hidrid su ilə girsə asetlen verir, yoxsa kalsium karbid. Təbii ki, kalsium karbid. Kalsium karbid su ilə girəndə nə verir bizə? Kalsium, hidroksid, düzdürmü? Demək ki, karbon mənfi 1-dirsə, asetilen verəcək. Nə verəcək? Asetilen. Amma alüminium karbiddə metan verir. Alüminium karbiddə nə verirdi? Yəni, alüminium karbid reaksiyaya girəndə su ilə. Burada karbon mənfi 4-dür, bizə verir alüminium OH 3 və CH4. Bunlara, yəni mənfi 1 olduğu, metallarla mənfi 1 olduğu asidlenit deyirlər. Mənfi 4 olur da metinit. Yəni metan verənlər, asetlen verənlər də belə başa düşür. Təbii ki, bizdə bu yol yuxarıdakıdır. Saxarsa formulu nə idi? Saxarozan formulu elə ki C12, H22, O11. Belə bir formulu var saxarozan. Şəkər. O 11. Birinci mövzuda vermişdim. Buna ayrıca biz karbohidratları keçəndə öyrənəcəyik. Oradan gəldi oğullar. Onlar da şəkərdə yanına keçər. Elə mi? Kim dedi bu dedi? Deyir də ona nə var? Hə bir də qatı sülfatdan su qarışanda, ümumiyyətlə qatı sülfatla suyun əmələ gələn zaman istilik ayrılır. Proses eksotermik prosesdir. Söz mü dedin? Onu nasıl eşittin sen? Eşidir də kör deyil o. Eşitməsin. Yok, sorunuz. Bu da ondandır. 38 istəmisiniz? Yox, o da ondandır. 39. Su molekulu və hidroksan iyonu üçün ümumi olan nədir? Birincisi su molekulu budur, H2O. Quruluşunu yazsaz HOH. Birisi də burada var, uzağı 104 tam, %45 və 104,5 yazırlar. Oksigen SPO3 birləşməlidir. Bu su molekuludur, bu molekuludur uşaqlar, bu iyon deyil. Bir də var hidroksonim iyonu. Hidroksonim iyonu H2O müsbətdir. Orada oksigenin 3 dənə rabitəsi var, amma biri nədir uşaqlar? Biri donor, akseptordur. Biri nədir? Özdə bu iyondur. Bu nədir? İyondur. Hər ikisi də oksigen mənfi yoxuşlaşma dərəcəsi hidrogen müsbət 1. Burada da oksigen mənfi 2, hidrogen müsbət 1'dir. Bu iyondur, bu molekuldur. Gələk su, hidrogen atomlarının sayı. Burada ikisidir, burada üçüdür. Bu eyni ola bilməz. Hidrogen oksidaşma dərəcəsi müsbət 1, müsbət 1. Bəli, bu eynidir. Xətti quruluşan, burada heç bir xətti quruluşda deyil. Oksigenin valeti 2 valeti, 3 valeti. Oksigen burada 3 dənə rabitəsi var, 3 valeti. Burada 2 dənə rabitəsi var. Bu da eyni deyil. Donor akseptorlardan birisi şey. Çünki hidroksonim iyonu iş keçmişik də rabitə dərsində. Bunu biz əvvəl öyrənmişik axı. Xüsusən dəm qazı, hidroksonim iyonu və ammonium iyonu üzərində izah vermişdik ki,
bu doğru akseptor rabitəsini, hava rabitənin əmələ gəlmə mexanizmindən. Kimyəvi rabitə yaranması iştirak edən elektron sayı. Burada neçə elektron iştirak edir? 4 elektron. Burada neçəsi iştirak edir? 6. Və bunlar 4 dənəsi oksigenindir, ikisi kimindir? Hidrogen. Hidrogençiləri qaraldı. Burada 4 elektron iştirak edir, ikisi oksigen, ikisi hidrogeni. Burada 6 elektron iştirak edir, 4'ü oksigenindir çünki donor akseptorda donor oksigendir, elektronları qoyub ortaya. Oradan niye karayıransı alttaki Çünki burada donor oksigendir, 2 elektron oksigen qoyub. Donor akseptor rabitəsi necə olurdu? Donor elektron qoyurdu, akseptor boş orbital. Onun için burada ortaq olan bir dənə B bəndidir, hər ikisini hidrogen müsbət bir oksigenlərə göstərir. Sonra Benim notam vardı. Oksijen mənfi yazdık da. mənfi 3 yazmadı mı? Mənfi 3 yox. Planeti daxıldı. 3 valentli olmaq mənfi 3 deməkdir. Valentli ayrı anlayışdır, oksidaşma dərəcəsi anlayışdır, ayrı anlayışdır. Valentli rabitə sayıdır, belədir, kobud desək. Oksidaşma dərəcəsi verdiyin aldığın elektronların cəmi. Oksigen orada da 2 elektron qoyub, burada ortaya, burada da. O növbəti ikisi var, onun özünündür də, yəni onun alış-verişindən söhbət gedə bilməz. İstər H2O da oksigen mənfi 2, bu müsbət 1-dir, valentli 2-dir, bunun valentli 1-dir. Amma H3O müsbətdə yenə oksigen mənfi 2-dir, hidrogen müsbət 1-dir. Bu 3 valentlidir, bu 1 valentlidir. Burada bunların valentliyi fərqlidir, başa düşürsən? Burada oksigen 3 valentlidir, burada 2 valentli. 3 valentli olmanın səbəbi də bir rabitədə nə ilə yaradır? Donor, akseptor mexanizmi. Amma oksidaşma dərəcəsi mənfi 2-dir. Yəni orada 2 elektron ala bilir də hidrogendən, belə deyək, özünə tərəf. Qismən. Sonra. 40 değildi. Bəli. Zaten analiz elədik, ümumi olan nədir deyir. Ümumi olan burada oksigen oksidaşma dərəcəsi mənfi 2 idi hər ikisində. Sonra neçə gəlir? 43-ə baxaq. Deməli 43-cü sualda deyir, hansı reaksiyada həm oksigen, həm turşu alınır? Birincisi, mis 2 nitratın suda məhdud elektroliz eləyəndə. Bu mis pasif metaldır. Deməli, katodda mis alınacaq. Mis alındı. Anodda NO3 yox, anodda su oksidləşir, oksigen alınır. Məhdudda da HNO3 alınır. Mis 7 bölündə NO3 qaldısa, NO3 turşu verir. Düzdürmü? Kalsium klorin elektrolizi. Kalsium özü yetməz. Katodda nə alınır? Hidrogen. Katodda hidrogen alınır. Klor özü gedər. Klor özü alınır. Kalsium qaldı, o zaman kalsium OH2 verər. Nə verər? Gəlir florla. Florla girərsə bu H flor verir və oksigen. Bizdə mavi alov müşahidə olunur. O zaman oksigen və turşu alındı birincidə, oksigen və turşu alındı üçüncüdə. İkincidə ümumiyyətlə oksigen alınmayıb, heç turşu da alınmayıb. Aydındır? Kim istəmişdi? Başa düşdünüz? Aydındır Duqa. Sonra. Bilmiyorum. Ne diyor? Birincisi olsun, üçüncüsü olsun reaksiyon olarak. Bir ikinci sınıf. Elektroliz keçmiş idi bu. Yoktu kalmıyor mu anında? Təşorla da təşorla ki yadında qalsın. Bunu mən belə abrakadabra eləyib sən başını salanman ama gələ oxuyasan da. Yoktur nasıl giden de 44'te var. Hansını istəyirsən? 44. 44'ü yazmamısın heç sonra. Hə, yazmışsın. Deməli birincisi bunlar başlanğıcda ümumilikdə neçə enadır? 17 en. 17 en neçə mol deməkdir? 17. Deməli sənin əlində hidrogen var, bir də oksigen var və bunlar cəmi 17 moldular. Neçə moldular? 17 moldular. İndi kim nə qədərdir mən bilmirəm. Amma cəmi 17 moldur. Elə? Və deyir ki, bunlar 17 moldular və hidrogenin də kütləsi A-dır, oksigenin də kütləsi A-dır. Bu nə deməkdir? Bunların kütlələri nədir? Bərabər. İndi mən bunları necə götürürüm ki, bunların kütlələri bərabər olsun? O zaman belə düşünəcəm mən. Bunun molyar kütləsi neçədir uşaqlar? 2. Bunun molyar kütləsi neçədir? 32. Bunu da ki, x mol götürsən, neçə mol götürsən? X. Bunu 17 çıx x də deyə bilərəm, y də deyə bilərəm. 17 çıx x də deyə bilərəm, y deyim rahat olsun. Deməli, x plus y verir neçə? 17. Plus 2x də bərabərdir neçə y-ə? 32 y-ə. Elə? Burada hesablasan, x-i taparsan 16, y-i taparsan 1, də hesablamıram mən. Deməli, bu 16 moldur, bu da neçə moldur? 1 moldur. 16 yıl koyakta aynen. Elədik də. Bunu həll eləmədim mən sizin üçün, görsənir də bunu. Ben buradan görürəm, sən bilmirəm, görsənirsən. Yok ben bunlar əvəzləməklə bilmək istəyirəm. Ben belə, niyə belə tez sürətlə eləyə bildim bunu deyim sənə. Mən bunu düşündüm, 1, bunu düşündüm neçə? 16. 1 yox. Belə düşündüm bunu. Buna neçə verir? Bunu 2, bunu 32 düşündüm.
Ha? Görüm ki bunu 1.16 da versem olar da, çünkü 32 ilə 2-ci 17 vermir axı. 1.16 versəm olur da. 1.16 qutarı görə həllidir. Nəysə, bizim məsələmiz bunun həlli deyil də. Bunu özəlliyi yaşadı, bunu istəyirəm. Məsələmiz budur. Deməli, bizim əlimizdə nə var uşaqlar? 16 mol hidrogen var. 1 mol oksigen. İndi bu hidrogenlə oksigen reaksiyasını yazıram. İndi sual verirəm sizə. Hesab kimə görə gələcək? Hidrogenə görə gələcək, yoxsa oksigenə görə? Aza görə. Azı necə tapırdım? Verilən miqdarı reaksiyadakı miqdara bölürdüm. 16'dır reaksiyada 2 mol girir. Hə? 16 bölü 2 ilə bu 1'dir, elə 1 də girir. 1 bölü 1'i müqayisə eləməlisən. Hansı kiçikdir uşaqlar? Deməli, oksigen tam sərf olacaq. Oksigen nə olacaq? Tam səfər olacaq. İndi bunun 1 molu ilə, buradan görürsən ki, 1 mol oksigenlə neçə mol hidrogen gedir? 2 mol. Nə qədər var hidrogen? 16 mol. Nə qədər artıq qaldı? 14. Deməli, 14 mol hidrogen artıq qaldı. Onu da əgər sən kütlə olaraq soruşursa səndən, bu 2 qramdır da bunun 1 molu. 14'e vuranda 28 gram hidrogen artıq qaldı. Bizdən də deyir ki, reaksiyada artıq qalan maddə Y-dir. Deməli, Y-imiz 28'dir. Y-imiz nədir? 28. Əmələ gəlir 2-1 girəndə 2 mol su alın əmələ gəlir. Yenə 2-1 girib 2 mol su. 2 mol su əmələ gəlir. 2 mol suyun 1 molu 18 qramdır. Neçə qramdır? 18. 2 mol neçə qramdır? 36 qram. İkisimiz də 36 qram. Bitti. Aydındır. Tam başa düşdünüz? Son. Devam edək. Neçə? Yaxşı. İkisine bir yerdə baxan var da. Bir baxmalıyıq. Eyni yox, 48 bayaqşındandır. 47 amma fərqlidir. Deyir ki, kalsiumu 1 mol götürmüşəm, kalsium oksidi 3 mol götürmüşəm, kalsium hidrolidi 4 mol götürmüşəm. Reaksiyaya neçə mol su ilə girəcək? İşte reaksiyaları yazmalıydınız. Kalsium suyla girəndə nə verir uşaqlar? Və H2. Bunu bir əmsallaşdırmaq lazımdır. Burada 2 yazsa, düzəldi mi? Düzəldi. Elədir? Düzəldi. Deməli, normalda bunun 1 mol ilə neçə mol girir? 2 mol. 1 mol 2 mol girir, o da elə 1'ə girəndir də. O zaman x'imiz 2'dir. Sonra kalsium oksidi salmaq lazımdır. Kalsium OH2. Kalsium OH2. Buna əmsallaşdırmağa ehtiyac yoxdur. Hayır. Yəni 1 mol ilə 1 girir, bizə 3 mol götürür. 3'dən nə qədər gedər? Y deyib, Y ilə 3 olur. Elədir? Bir də kalsium hidridi salmaq lazımdır suya. Alınacaq kalsium yenə OH2 və H2. Və bir 2 yaz. Burada da bir 2 yazsam düzəldir. Düzəldi mi? Məncə düzəldir. Bence. Mesela 3 yazmalıyım. Bir dakika. 4, 6 tane burada. Bu da altta var. Düzəldi. Böyle bunun 1 molundan neçə mol su ilə girir? 2 molla su ilə girir. Bizə deyir 4 mol nə qədərdən girer? Z deyir. O da 8 ilə. X, Y, Z cəmi 13 edir. Aydındır? Hə? Dəqiq aydındır. 48-ci sualda bayaqki sualda yenisi deyilmi uşaqlar? Hə? Bayaq bunu eləmişdik də biz, hə? Konkret eynidir, özü yenə 17 yana verib, hə? O zaman gəl o parametrləri bir yada salaq. Həmin parametrlərdə bizə nə deyirdi? Daha hamısı tapmışdım da, neçə mol idi hidrogen? 17 yana atsa cəmi, deməli 16 mol hidrogenim var idi. 1 molda nəyim var idi? Oksigenim var idi. Reaksiyada belə idi. Deməli, bunun 2 molu girmişdi, bunun 1 molu ilə, bu da 2 mol almışdı, elə mi? Elə? Elə? Bu 16'dır, 2 molu getmişdi, neçə mol qalmışdı? 14. Yəni 16'dan 14'ə düşməli idi. Neçəyə düşməli idi? Bu amma 16'dan neçəyə düşür? 12'ye. Deməli, bu yanlışdır bu qrafik. Gələn bura, oksigen tam sərf olunmuşdu da, düzdür yoxsa yox? 1 mol oksigen sərf olunmuşdu, o da 32 qram idi. Neçə qram idi? 32 gram. O zaman tam sərf olunub və o zaman A-nın qiyməti 32-dir də, hə? Bəli. 32 qramdır. Düzdür. Alınan su neçə qram? 2 mol alınmışdı, o neçə qram idi uşaqlar? 36 qram. 36 da, yəni 32 üstə yəni 4 eləyir mi düz? O zaman bu da düzdür də 36 su alınıb. O zaman burada 2 və 3 düzdür, 1 yanlışdır. Aydındır? Dəqiq. Davam edək. Neçəyə baxalım?
50. 50 neçə? 50. 50. Bax, 50-ci suala. Deməli, 50-ci sualda bir tərəzi verib, qollu tərəzidir. Deyir ki, ikinci qaba neçə qram natrium oksidi əlavə etmək lazımdır ki, tərəzidə tarazlıq yansın. Birincisi, tarazlıq dediyimiz şey hər zaman belə olmur. Bəzən bu üfüqi tarazlıqdır. Axı, maili tarazlıq da yarana bilər də. Odur ki, burada əlavə yazmalıydı, üfüqi tarazlıq yaransın. Nəysə, boş verir. Siz bilirik bu nə demək istəyir. Demək istəyir ki, yəni bu şəklə gəlsinlər də. Bu vəziyyətə gəlsinlər. Yəni, sağ və solda olsun, üfüqü taraz olsun. Bu halda nə zaman olur? Sağda və solda kütlələr nə olanda? Bərabər olanda. Tərəzinin hər iki gözündə kütlə eyni olanda. İndi uşaqlar, burada bir məsələ var. Birinci qaba natrium hidrid tökür, ikinci qaba natrium oksid tökür. Elədir? Bu natrium hidrid su ilə qarşılıqlı təsirdə olanda natrium hidroksidi verir və hidrogen qazı uçur. Yəni elə ki, bu pis nədir? Bu natrium hidrid, elə bir iki adam var. Hər ikisinə 50 manat pul versən, biri dərhal sədəqə verir. Elə bir 50 manat buna gələn kimi 1 manat bir dənə gedir ehtiyac deyə sədəqə verir. O biri isə yox, verir, 50 manat da verir. İndi mən necə eləməliyəm ki, bunların ikisinin də cibində eyni pul olsun? Baxı, ikisinə də 50 manat versəm eyni olmayacaq. Çünki birinə üçün gəlin nə qədər verim? 51 verim ki, o birini verəcək axı. Onda da 50 olsun, o birində də 50 versəm elə bəs edir də. Məntiq başa düşdünüz necə? Deyə bilərsiniz. Bir də deyə bilərəm. Tutaq ki, deyək, sənə də 50 manat verirəm, Vüqara da 50 manat verirəm. Sənə 50 manat gələn kimi 1 manat gelsən, sədəqə verirsən. Qonşuda bir ehtiyacı var ona, bir çörək alsan verirsən. O zaman səndə nə qədər pul? Mən istəyirəm səndə 50 manat olsun, amma səndə nə qədər pul oldu? 49. Mən sən nə qədər verməliyəm ki, Vüqara 50 verdim, Vüqara üçün qoyur cibinə. Nə qədər verməliyəm ki sənə? Səndə də 50 olsun, onda da. 51. Sənə üçün 1 manat çox verməliyəm də. Elədir? Bax, birinciyə tökdüyüm natrium hidrid gələn kimi buradan hidrogen çıxır. Yəni elə bir sədəqə verdi bu. Amma natrium oksid su ilə girəndə heç nə çıxmır. Natrium OH alınır, qutarıb gedir. Reaksiya burada, bitti. Yəni, bu qaba girən natrium hidrid girdi, burada nə çıxır? Hidrogen qazı çıxır, müəyyən miqdar. Amma bura bu natrium oksid girdi, heç nə çıxmır. Elə? O zaman mən necə düşünəcəm? Normalda natrium hidridin kütləsi neçə qramdır? 24. 24 qram natrium hidrid suyu ilə reaksiyaya girəndə nə qədər hidrogen uçur? 2 qram hidrogen uçur. Bəs bizdə neçə qram atmışıq qabın içinə? 12 qram. 12 qram. O zaman 12 qram atanda nə qədər uçacaq? 1 qram. 1 qram uçdu. O zaman qaba gəldi. Plus 12 minus 1. O zaman qabın kütləsi nə qədər artdı? 11. 11. O zaman bu qaba ilə 11 tökün bəs edir də. Ki o qabda işin çıxmır. Elədir? Bax, mən bu qaba 12 qram tökmüşdüm. Bu kütlə nə idi burada? M qram su yox idi. M plus oldu 12, 1 çıxdı amma. Nə qədər çıxdı? 1 qram çıxdı. O zaman qabın kütləsi nə oldu? M plus neçə? 12. Bu qaba sən nə töksəm elə qalacaq burada. Buradan heç də getməyəcək. O zaman M varsa elə 11 tökün bəs edir də bərabər olacaq. Aydındır? Tam başa düşdünüz? Bəli. Tamam. Sonra neçə? Tekmə arabacaq gəlir. Yaxşı, o zaman 51-ə baxaq. Deyir ki, 2 mol natriumum var, 2 mol kalsiyumum var. Su ilə tam reaksiyasına əmələ gələn hidrogenin molunu istəyir. Birincisi, mən sizə qısa bir yol demişdim. Demişdim ki, hər bir element 1 mol götürsən, valentinin yarısı qədər hidrogen çıxarır. Nə qədər hidrogen çıxarır? Bunun da səbəbini izah eləmişdim. Tutaq ki, deyək, natrium 1 valentlidir, yəni 1 rabitə yaratmaq istəyir. Hidrogen də 1 valentlidir. Elə? Deməli, o zaman 1 natrium neçə hidrogen yerinə keçəcək? 1 hidrogen yerinə keçəcək. 1 mol götürəndə burada 1 mol H çıxır çölə. 1 mol H-ı da H2 alına salanda bu 0,5 mol götürməlisən. Nə qədər götürməlisən? 0,5. Olur valentinin yarısı qədər də təqribən. Aydındır? O zaman mən bunu reaksiyaları yazmadan da həll edə bilərəm. Necə həll edə bilərəm? Natriumun 1 molu çıxarır 0,5 mol hidrogen. Yəni biri 0,5 çıxarır. O zaman ikisi nə qədər çıxaracaq? 1 mol çıxaracaq. Kalsiyumun 2 valentlidir. Bu 1 valentli olduğu üçün yarısını çıxarır. Bu da 2 valentli olduğu üçün 1 çıxaracaq hidrogen. Eğer biri 1 çıxarırsa elə ikisi də 2 mol çıxaracaq. O zaman cəmi nə qədər hidrogen çıxdı? 3 mol hidrogen. Eləmi? 3 mol hidrogen. Mol sayını istəyir, o zaman elə 3 mol götürəcək. Aydındır? Desəydi, ümumiyyətlə mol sayı deməsəydi, say desəydi, 3'ü vuracağım nəyə? Altımızda 2 vur,
12-20. Çünki sırf sayı altda bizdə 2 12-20 bulmaz. Mol sayı deyəndə yəni bunu müəyyən etmək istəyirəm. Cəmi neçə mol oldu? 2 bir üstəyən 3 mol. 52-də nə deyir? Bu adətən informasiya xarakterli olur bu suallar. Bu suallar adətən informasiya xarakterlidir. Billah kitab bazı oxuyursunuz. Məlumat vermək üçün sizə bu suallar hazırlanıb. Son zamanlar bəzi avtomobillərdə yanacaq kimi hidrogen qazından istifadə edilir. Hidrogenin yanması nəticəsində su əmələ gəlir və ayrılan istiliyin bir hissəsi elektrik enerji şəklində bateriyalarda toplanır. Bu belə deyim, hidrogen qazının iş prinsipi də yəni necə olur ki, ondan avtomobil işləyir də. Yanır, enerji çevrilir, bateriyada toplanır. Bateriyada sonra elektrik motorunu işlədir. Ona da hidrogen qazı ekoloji baxımdan təmiz enerji mənbəyi hesab olunur. Çünki su əmələ gətirir, sudakı o ekologiyan korlanmır. Bir avtomobil müəyyətdə hər saatda 6 mol hidrogen qazı sərf olunursa, 1 saat əmələ gələn suyun kütləsini hesablayır. Nədir? Biz hər saatda neçə mol hidrogen sərf olunur, abala? Rahat sual deyir bu. Abala, neçə mol hidrogen sərf edir? 6. Hər saat, yəni 1 saat deməkdir. Hadi hidrogen normalda 2 mol girəndə 2 mol su yaratmır. İkisi 2 yaratsa 6 nə qədər yaradar? 6 mol su da, onda sıxımda deyir 100%'dir. Sıxımda neçə faiz götürür? Heç bir kimikli yoxdur. Suyun kütləsi istəyir. Suyun bir 18 qramdır 1 mol. 1 mol su neçə qramdır? 6 mol hesablanır. 8. Bu sualı, siz bunu heç oxumamışsınız məncə. Görmürsünüz ki, böyük şeydir. Kim deyə bunu oxuyan? Düz deyirəm, Zəhra. Aşağı yuxarı belə olur. Belə bəlkə də axşama düşürdü, gecə 1-də falan. Sənə bunu kim deyə müəllimə elətdirərik də. Sizdən tələb edilən və xahiş edilən baxmadığınız sualı mənə verməyin burada. Bir sual ki, sən özün baxmamısan ona, mənlər də soruşursan ki, mən sən müəlliminəm, sən Fəhləzalın deyiləm, mən sən işləyim. Baxmısan bu 53-cü suala, bir qal. Nə bilim, nə sualdır. Baxmısan, çıxar da inəyəm görüm. Baxmısan yoxsa yox? Yox, şimdi oxu görüm, nə deyir? Nəyə? 53. Hidrogen yanacağı ilə avtomobilin mühərriki hər saatda 4 mol hidrogen istifadə edir. Hər saatda neçə mol? 4. 4 mol hidrogen yandırır hər saatda bu avtomobil. Aha. Mühərriklərdə hidrogenin yanmasından su əmələ gəlir və alınan enerjinin bir hissəsi bateriyalara Eyni sual deyil bu. elektrik enerji şəklində Sürənin üçün demədim. Avtomobilin gün ərzində 30 dəqiqə işləyən vəziyyətdə olduğu Yəni məlumdur. sıfırdan onda 5 mol. 1 saata 4 mol girirsən ya, 1 saata. 30 dəqiqədən 2 mol girər, elədir? 2 moldan nə qədər su alınır? 36. 36 qram. Bu 100% çıxımdır. Neçə faiz çıxımdır? 100%. O bu deyir ki, neçə faiz çıxımdır? Əgər 90% ise o zaman buna bir x deyilən, bu x tapıda görə nə qədər su gedir? Neçə? Baxdım mən. Bu suallar siz baxmamışsınız. Sonra. Bildim ya uzundur, nə dəxli var ki uzundursa? Əlbəttə asandır. Siz qorxaqsınız sadəcə, qorxursunuz, oxumursunuz bunu. Oxu görmə tezələr. Əhməd sən oxu. Müxtəlif sudan alınan oksigen qazının suya vurulması həm suyun oksigenləşməsi, həm də suyun təmizlənməsi proseslərinin mühüm rol oynayır. Nədə cümlədir qurubdur, buyur davam et. Oksigen qazının suya qarışması nəticəsində oradakı zərərli mikroorqanizmlər parçalanır və nəticədə su təmizlənir. Tətbiqi doğrusu. Bu ozon deyil, bu ozon olmalıdır, bu oksigendir. Nəsə davam edin. Bir su təmizləmə stansiyası suya gündəlik olaraq 40 mol oksigen qazı əlavə edir. Hər gün 40 mol, eləmi? Çıxımda 80%, eləmi? Bəli. Deməli sən Su ozonlaşmadan təmizlənmir. Amma hazırlaşmada Burada bu gün şərt mənfi önəmli deyil, elmi cəhətdən dəyərləndirmirəm bunu. Verilən sadəcə işləyəcəkdir. Lazımdır bizə suyun elektrolizindən oksigen almaq. 2 mol sudan 1 mol. 2 mol sudan 1 mol oksigen alınır. Sənə neçə lazımdır? 40 mol. Onda 80 mol. Yox, sən sıxım 80% deyir. Öyle demeyeyim. bu su 1,4 dərəcədə oldu bu. 4 dərəcədə, 4 dərəcədə birdir də, bu səni belə götürdü. Mesela bu sol fərq başlı sol deyil. Siz işləyək bunu, yoxsa? Qənət belə yazırsan oxuda sonra. İstəmirdin, niyə yazırsan? Deməli, nəysə. Suyun elektrolizi bizə verir H2 və nə? O2.
Deməli normalda 36 qram sudan nə qədər alıram mən? Neçə mol alıram? 34, Neçə mol? 32. Qram yox, molla işləyək də. 1 mol alıram. 1 mol alıram. Mən neçə mol su lazım, oksigen lazımdır mənə? 40 mol lazımdır. 40 mol lazımdır mənə. 440 elli. 40 mol lazımdır mənə. 440. O zaman 40 için nə qədər lazımdır mənə burada? Nə qədər? 1440. 1440 qram su. Bu 1440 qram çıxım neçə faiz edir? 80. Mən ama bu 80 götürməliyəm, 100 götürməliyəm. O zaman bunu bir daha tapaq. Görək mən nə qədər su götürməliyəm. 360, 1800 elə bilməliyim. 1800. Elə mi? 1800 eləyir, bəli. Deməli, su bərabərdir nəyə? 1,25'e vurur. 1800. 1850. 1152 eləyir. Yox, heç 100 faizini tapırsan. Necə yəni 80 faiz deyir. Amma düz deyir, elə deyir. 1800 eləyir. 180 oldu 5. Mən Nə qədər? elədim. Nə qədər elədi? 1800. Sən şifa hesablayırsan bu qolada. Bəli, 1,25'e vurdum 1440. Vura bildin. Bəli. Sən üstə olsun. 18. Sən 1800 eləyir. kalkulyasiya edən mənim bu başına edir, hə? 1800. Sıxlığı nə qədər veribdir? Nəysə. Sıxlığı nə qədər veribdir götür. Suyun sıxlığı. 1 qram böl millilitr. Elə mi? O zaman V su nəyə bərabərdir? Elə 1800 millilitr. Nə litr? Millilitr. Bizdən litr nə istəyir yoxsa necə? Bəli. Litr nə istəyirsə? 1,8. Bir də bunda 8 litr. Elə də. Sonra davam edək. Bunları oxumamısınız. Məncə bunları oxuyun. Özü işləməyə çalışın. Çünki siz bunları məndən soruşursanız amma oxumamısınız. 60. 59. Baxın, bu əgər uzun sualdırsa, oxunası sualdırsa, oxumamısınızsa söz oxuyarsınız bunu. Bunun oxşarlarını hidrogen bəhsində işləmişdik biz. Bunları yenə soruşmuşsunuz, yoxsa necə? Bax, sən bu sualı həll eləməyə cəhd eləmirsən mi, Nihal? Baxmamışım. Baxmadığın sualı versən mənə. Ondan demədim ki. Niyə baxmamısan ki sualı? O məsələn Ay balam, sən dediyin birinci cümlədə ikinci düz gəlmir ha. Baxmamışam nədir, eləyə bilmirəm nədir. Sən... Biraz doğrusu olsun. De görüm aramana. De oxu bir dənə, de ha. Hidrogenlə oksigenden ibarət qaz qarışımının qapalı qabda reaksiyasından əldə edilən salınır. Deməli, bir qapalı qabdır, içində hidrogen var, oksigen var. Bunları salıblar reaksiya. Deyir reaksiyanı yazın. H2 ilə O2. Nə verir? H2 Deyəm savlarında mən. 2 olacaq. Oradan 2 olur. Nə qədər su alıb deyir? Reaksiyasından sonra 32 qram. Onu boş ver, nə qədər su alıb? 54 qram. O zaman bu üstə yazamazsan 54 qram. Normalda nə qədər alınır? 36. 36 alınmazsın, bu neçə qram girməlidir? 36. 4 qram. Bu girir. 32 qramla bu girir. İndi bu 54 üçün nə qədər? Bu nə qədər girib, bu nə qədər girir? 1,5'e vurarım. 1,5 dəfə çoxdur da. Çarpaz edib tapmaq olar. 6 Bu olacaq 48 qram girib, bu isə 6 6 qram girib. Yəni 54 qram suyun alınması üçün 48 qram oksigen sərf olunubdur. Yazma, qulaq as. 6 qram da hidrogen. Bildik ya, bunu bildik. İkinci cümlədə nə deyir? Deyir reaksiyasından sonra 32 qram O2 var. Hələm oksigen artıq da qalıb, eləmi? Hidrogen artıq qalmayıb ki. Hidrogen artıq qalmayıb ki. O zaman hidrogen elə 6 qrammış. Hidrogen nə qədərmiş? 6 qram. Oksigen nə qədərmiş? 80. Deyirlər 80, oradan tapdılar. 48 48 reaksiya girəni, 32-də artıq qalır. Bu da 80 qram. İndi soruşur ki, bunlar neçə moldur? Hidrogen H2 2 qramdır. 2 qramca bu neçə mol edir? 6 qram. Bu da 32 qramdır. Bu da olur 2,5 moldur. Bu nə qədər olur? İndi səndən oksigenin molunu istəyir, yoxsa hidrogenin molunu istəyir? Ha, bu sualı desəm mən işləyə bilmirəm də, eləmi? 56 da ondandır. Eynisidir demək olar. Sadəcə hidrogen artıq qalır burada. Sonra neçəni istəmişsiniz? Bu bayaq yazdığımız eyni sualdır, bunu özü işləyərsiniz. 59. Bərabər kütlədə götürmüş kalsium və oksigen reaksiyası zamanı maddən bir tam sərf olunursa, digər neçə faiz reaksiya daxil olur? Maraqlı sualdır, amma çətin sual deyil şu an. Birincisi, bərabər kütlə bilmirsən nə qədər götürür. Yəni istənilən ədəd verə bilərsən, bərabər kütləyə. Biz elə ədəd verək ki, bizim üçün hesablama rahat olsun.
Normalde burada reaksiya budur, kalsium oksid alınır. Reaksiya bu şəkildə gedir. Yəni normalde bunun 80 qramı girir. Bu neçə qram ilə girir? 32 qram. Məlum məsələdə bərabər kütlə götürsək kalsium tükənəcək. Niyə kalsium tükənəcək? Çünki kalsiumun 80 qram istifadə olunduğu şəraitdə oksigen cəmi nə qədər istifadə olunur? Yəni tutaq ki, bunlar ikisi də 80 qram idi. İkisi də nə qədər idi? Bunun tamamı sərf olunub, yəni 100%, hə? Bunun nə qədəri sərf olunub? 40 değil, 32. 32 bunun neçə faizi idi? 40%. Bunun da 40% sərf olunub. Deyir neçə faizi artıq qalır, yoxsa sərf olunub? Daxil olur. Aslında 40% Yəni yoxsa. sərf olunur. Yəni bu da bunun sualı. Həlli. M-lə yazıb təmin edə bilərəm, amma yəni mən bura ədəd verməyib dəlil. İstəyirəm M-lə yazım, yenə sadəcə M-lə cavabla tapacam. Faizi çevirəndə bir şey dəyişməyəcək. Çətin deyil, sən qorxursan da işləməyə. Qorxursan, ona görə də həll edə bilmirsən. O bir de o iyi yılın 61, 63. 63, baxaq da görək 63-də nədir soruşmusunuz bax. 48-63 deyişi eynidir. Hə, eyni sualdır bu. Sadəcə 17 yana yox, 8 onda 5 idi. Bunun yarısı da 17 olanda bu 16 idi, bu 1 idi. Yəqin o zaman bu 8 mi oldu? Öyle Bu da oldu. 0,5. Bu da 0,5 mi oldu? Kütle olarak da görsəm bu 16 gramdır. Yarısıdır. Bu da 16 gramdır. Qalanını da özünüz həll edə bilərsiniz də məncə. Bilə bilərsiniz. O 16-dan 14-ə düşürdü, bu da 8-dən yəqin 7-yə düşər. 8-dən 7-yə düşsə 8-də 16 qramdır, 7-də də 14-dür də, x deməli 14. Bir de Su da 2 qram su, 4 qram girəndə 36 alınırdı, 2 qram girəndə 18 alınacaq su. Y-də 18. Bunu özü də elə bilərsiniz yəni. Bunların cəmi deyil 32. Buna bir də özünüz baxarsınız, bayaq çünki yazmışdıq belə. Onu bir dənə yekunlaşdırırıq. İnşallah gələn dərslərdə görüşərik.